Demək belə biz başlamışıq. İnşallah ki, bugünkü efirimizi də uğurla başlayıb uğurla da bitirəcəyik. Salam, hər vaxtınız xeyir olsun. Hər birinizi salamlayıram. Bizi dünya Azərbaycanlıları izləyir, dünyanın dörd bir tərəfindən bizə baxırlar. Hər vaxtınız xeyir olsun və hər birinizə təşəkkür edirəm ki, Dünya televiziyasına baxırsınız. Söyləyim ki, Bakı vaxtı ilə saat 15:05 dəqiqədir. Bu saatlarda biz efirdə oluruq. Biz Dünya televiziyasının birinci studiyasından canlı yayımlanırıq. Nəzərinizə çatdırmaq istərdim ki, yaxın günlərdə, yaxın gələcəkdə üz-üzə proqramında dəyişiklik olacaq, köklü dəyişiklik olacaq. Yəni Dünya televiziyasının Bakıda şöbəsi açılır və biz Bakıya köçəcəyik. Yəni üz-üzə proqramı DTV Avtolog. Yəni mən öz proqramımdan danışıram, digər proqramlar haqqında heç nə deməyəcəm. Amma onu söyləyim ki, çox maraqlı proqramlarımız olacaq. Nəzərinizə çatdırım ki, yeni ekspertlərlə də danışıqlar gedir, onlar da olacaq. Çalışacağıq ki, efirimiz daha maraqlı, daha baxımlı, daha effektli, görüntü olaraq da daha gözəl olsun. İnsanlar savadlı olsun, maraqlı insanlar olsun, dedikləri sözün sahibi olsunlar. Nəzərinizə çatdırım ki, üz-üzə proqramının ekspertləri seçilmiş ekspertlərdir. Ekspertlər qrupundan biz onları seçdik, dəvət elədik. Nəyə görə məhz belə deyək də, Günay xanım oldu, Arzu xanım, İradə xanım, Jalə xanım, indi onların bir qismi buradadır. Niyə məhz onlara biz üstünlük etdik? Çünki mən şəxsən digər sosial proqramları izləyirdim və orada onların çıxışlarını baxırdım, onların gördüyü işləri izləyirdim və sonda qərara gəldik ki, rəhbərliklə birgə məhz bu şəxsləri biz efirə dəvət edək. Çünki hər zaman söyləyirəm, biz ekspertlərlə bir ailə kimi. Proqram o deyil ki, gəldiniz, çıxış elədiniz, sonda bir şəkil çəkdirdiniz, getdiniz. Xeyr, gəldiniz, çıxış elədiniz, bir iş də görməlisiniz. Yəni, üzərinizə düşən nə isə varsa, misal üçün, Günay xanım vəkildir, dəfələrlə olub, mən bir vəkil olaraq Günay xanıma müraciət eləmişəm, ərizələrin yazılmasında, mediasiya məsələsində, hansısa o proseslər ki var, o proseslərdə ödənişlər olur. Bizə müraciət edən vətəndaş da az təminatlı ailənin üzvüdür. Mən Günay xanıma demişəm, təşəkkür edirəm, Günay xanım onu həyata keçirib, reallaşdırıb, dəstək olub. Eləcə də digər, İradə xanımla biz dəfələrlə olub ki, İradə xanım da, mən İradə xanıma müraciət eləmişəm, İradə xanım da həmin ailələrə kömək olub. Yeri gəlmişkən onu da söyləyim, Jalə xanım da bu günlərdə Nur Uşaq evində oldu, yardım apardı. Nur Uşaq evinin rəhbəri də, Kazım da bizim ailənin üzvüdür. Orada çoxlu uşaqlar var, gözəl balalar da, onlar bizim balalardır. Ayrı seçkilik etmirik, hamısı bizim balalardır. Mən Jaləyə də təşəkkür edirəm. Bir ana kimi addım atıb, gedib orada ehsan verib, heyvanları aparıb, kəsiblər, qurban kəsiblər, ehsan veriblər. Təşəkkür edirəm, təşəkkür. Bu bizim hər birimiz, bilirsiniz, nə isə eləməliyik də. Ona görə deyirəm ki, əgər proqrama gəlirsinizsə, biz sizi təqdim edirik, digər kanallar kimi sizi təqdim edirik, amma sizdən də bir təvəqqimiz var, istəyimiz var ki, bizimlə doğmalaşıb hansı bir işləri görək. Yəni, tək efir olmasın. Tək efir olmasın, düzmü söylürəm, tək efir olmasın. Bunu da vurğulayım ki, mən bir çox ailələrin övladlarının sünnət olunmasında yəni təmənnasız olaraq birbaşa həyata keçirdirirəm onları öz maliyyə dəstəyimlə. Yəni buradan da söyləyirəm, hansı ki sosial imkanları aşağı olan ailələr var. Məsələn, evdə 2-3 oğlu var. Yəni ailə bunu gücü çatmır, imkanı yoxdur övladları sünnət elətdirməyə. Yəni müraciət edə bilərlər. Yəni mən bilirsiniz ki, bu özü Quranda da var, buyurulubdur ki, xeyir bir işdir, yəni savab bir işdir. Bəli. Onu da təmin etməyə hər zaman hazıram. Jalə xanım Ağakişi qızı, bax, hal-hazırda efirdə də söylədi, düzdür, biz bu aksiyalarda çox iştirak eləmişik, çox hörmətli Mirəzim doktorla, bizim dəyərli cərrahımızla, desəm inanmayacaqsınız, 5000-ə
yaxın Maşallah. uşağa müsəlman edib. Bir həkim olaraq, bir professor olaraq, bir cərrah olaraq və bu aksiyalarda dəfələrlə şəxsən Dünya Televiziyası mən özüm iştirak eləmişəm. Rayon ba rayon, kənd bə kənd gəzilib öz komandası ilə və biz də onlarla birgə olmuşuq. Bu bizik. Biz çalışırıq əlimizdən gələni edək. Biz çalışırıq bizə müraciət edənə əlimizi uzadaq. Onu da söyləyim ki, əgər Jalə xanım da bir çağırış etdi, əgər ehtiyac varsa, siz Dünya Televiziyasına müraciət edin. Əlaqə nömrəmiz də efirdə təqdim olunur. Mən də birazdan söyləyəcəm və sizi yönləndirəcəyik Jalə xanıma, onun komandasına. O öz komandası ilə həmin ailələrə dəstək olacaq, kömək olacaq ki, o balaca qardaşlarımız, balaca balalarımız müsəlman olsunlar. Mən hər birinizə təşəkkür edirəm, əziz xanımlar, gözəl xanımlar, dəyərli ziyalılarımız ki, siz bizimlə birgəsiz. Dünya Televiziyasının ailəsinin üzvlərisiniz. İnşallah yeni məkandan da biz yayımlanacağıq və orada da yeni işlərə imza atacağıq. Düzdürmü? Allah qoysa, Allah qoysa. Hörmətli izləyicilərimiz, indi isə keçid alaq əlaqə nömrələrinin təqdimatına, yəni söyləyim onları. 055, mən monitorda da görürüm, 294 45 41. Siz də görürsünüz, bax burada yazdım. 055 294 45 41. Bu nömrənin WhatsApp-ı da var. Siz WhatsApp-la da bizimlə əlaqə saxlaya bilərsiniz. Əlaqə saxlayın. Hüquqi yardıma ehtiyac varsa, onda da sizə dəstək olmağa hazırıq. Yəni, probleminiz varsa müraciət edin. Ola bilər ki, efirə çıxmaq istəmirsiniz, problem deyil. Laf belə efirə də çıxsanız, biz sizə hüquqi yardımı göstərəcəyik. Ekspertlərimiz sizə dəstək olacaqlar. Yəni, buradan siz əliboş qayıtmayacaqsınız. Buna tam əmin ola bilərsiniz. Bu nömrədən əlavə, onu söyləyim, nömrənin WhatsApp-ı var. WhatsApp 24 saat işləyir. Nömrənin özü isə səhər saat 9-dan axşam saat 21-ə qədər aktivdir. Zəng edin, problemlərinizi söyləyin və inanın ki, mənə o problemlərin sonu məhz Dünya Televiziyasında olacaq. Nöqtəni biz qoyacağıq. Bu nömrədən əlavə bizim efir otağına aid olan bir nömrəmiz də var. 018 65 811 00. Təkrar edirəm. 018 65 811 00. Görüm, nömrə təqdim olundu. Bəli, artıq nömrə burada qeyd olunur. Bax, burada qeyd olunur. Siz o nömrəyə zəng edin efirdə olarkən. Yəni, biz efirdə olarkən siz həmin nömrə ilə əlaqə saxlaya bilərsiniz. Telefon zənglərinə isə bizim əzizimiz, dostumuz, efir rejissorumuz Orxan, bizim Orxan cavab verəcək, Orxan Ağazadə. Orxan başda olmaqla bütün komandamıza dərin təşəkkürümü bildirirəm və onların hər birinə uğurlar arzulayıram. Ürəklə çalışırlar, əllərindən gələni edirlər ki, həm proqram maraqlı olsun, həm tamaşaçı bizdən razı qalsın, həm də biz birlikdə güclüyük. Bir olanda biri-birinə maraqlı proqramlar da televiziya tamaşaçılarına təqdim olunur. Tək Dünya Televiziyasından danışırız, tək üz-üzə yox, ümumiyyətlə bütün proqramlar, səhər proqramından başlamış, gün ərzində olan ən son proqrama qədər. Uşaqlara, həmkarlarıma da uğurlar arzulayıram, sizi çox istəyirəm. İnanıram ki, böyük uğurlara imza atacaqsınız. Dünya Televiziyası ailənin televiziyasıdır. Yaşından asılı olmayaraq, hamı bizi izləyə bilər. Yəni, nəvənizlə, oğlunuzla, qızınızla, xanımınızla rahat oturub Dünya Televiziyasını izləyə bilərsiniz. Dünya Televiziyasında maarifləndirici proqramlar təqdim olunur. Dünya Televiziyasında əyləncəli proqramlar təqdim olunur. Eyni zamanda Azərbaycanda və dünyada baş vermiş proseslərlə bağlı bugün informasiya proqramı təqdim olunur. Xəbərlərin xüsusi buraxılışı olan DTV Aktual proqramı təqdim olunur. Önəmlisi odur ki, siz bizə üstünlük verirsiniz və buna görə də sizə təşəkkür edirik. Biz sizin üçün çalışırıq. Eyni zamanda da çalışa-çalışa öyrənirik. Öyrəndikdə də çalışırıq ki, bu öyrəndiklərimizi efir vasitəsilə bizi izləyən tamaşaçılara ötürək. Hörmətli izləyicilərimiz, indi isə keçid alırıq ekspertlərimizin təqdimatına. Öncə gəlin İradə xanımdan başlayaq. İradə xanımımız da yaşda böyüdür. Bizim əzizimizdir İradə xanım Həsənova. Xoş gördük sizi. Təşkilat rəhbəridir. Ailə və sosial məsələlər üzrə ekspertdir. Onu da söyləyeyim, ekoloqdur. Hər zaman deyir, hər bir qadın evində təmiz olmalıdır ki, çölündə də o təmizliyi hiss eləsin.
Hər bir qadın gözəllik axtarmalıdır, təmizliyin gözəlliyini axtarmalıdır. Bəli, İradə xanım Həsənova, xoş gördük sizi. Necəsiz? Təşəkkür edirəm. Sizləri görmək məni daha da ruhlandırır. Sizi çox sevirik, yəni biləsiniz. Çox gözəl xanımsınız, çox gözəl. Onu da söyleyeyim ki, bəzən mənə deyirlər, Özgün xanım, siz efirdəkindən fərqlisiniz. Efirdə biraz çəkili görsənirsiniz. Mən sizə söyleyeyim ki, indi mənə deyirlər, mən özümü qoyuram kənara, amma İradə xanım, siz həyatda daha çox gözəlsiniz. Təşəkkür edirəm. Bu sizin gözəlliyinizdir. Çox gözəlsiniz. Siz belə bu cür gözəl görürsünüz. Bu sizin qəlbinizin, ürəyinizin Təşəkkürlər, gözəlliyi. təşəkkürlər. Bayaq Günay xanımın adını çəkdim, Günay xanım Həsənova, Hüseynova. Bəli, Bax, Hüseynova. Gecikirsən, ona görə soyadını da unutdum. Mən demişəm, qızlar, kim gecikdi? Cərimə. Vəssalam. Cərimə olunacaqsa, ona görə gecikmək olmaz. Günay xanım Hüseynova, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. Artıq 20 ildən yuxarıdır ki, məhkəmə sahəsində gözəl bir təcrübəsi var. Peşəkar bir vəkildir. Onu söyləyək ki, hər bir ailənin xaricdə belədir, elə bizdə də belədir. Amma gəlin etiraf edək ki, bəzən biz düşünürük ki, ehtiyac yoxdur. Amma həyatda heç kim heç yerdən sığortalanmayıb. Ona görə də hər bir ailənin bir psixoloq olmalıdır, bir də vəkili. Hüquqşünası. Olur da olur. İnsan hansısa bir səhvi edir, dərhal həmin şəxsə müraciət edə bilərsiniz və o sizə istiqamət verəcək. Günay xanım Hüseynova, vəkil kimi istifadə eləyin. Şəxsi vəkil kimi müqavilə bağlayın ki, qoy sizin ailənin bir vəkili olsun, savadlı insandır, peşəkar bir insandır. Müraciət eləyin, dərhal sizin səsinizə səs verəcək. Misal üçün, bizdə bizə vətəndaş hansısa bir məsələ ilə bağlı müraciət eləyəndə dərhal Günay xanıma zəng eləm, deyirəm, Günay xanım, qanun burada nə deyir? Burada onların səhvi nədədir? Və biz, əgər efirdə bunu işıqlandırırıqsa, biz hansı istiqamətdən yanaşmalıyıq? Düzdürmü Günay xanım? Və dərhal Günay xanım da bütövlükdə açıqlama verir, bütün xırdalıqlarına qədər artıq bilirsən ki, bu yolda biz həmin vətəndaşa necə kömək ola bilərik. İlkin olaraq çox sağ olun Könül xanım. Sizi və televiziya qarşısında əyləşən bütün tamaşaçıları salamlayıram, ekspertlərimizi salamlayıram və sizi yeni studiyanız münasibətlə təbrik edirəm. Uğurlu, xeyirli olsun. Mən orada olmuşam, çox da gözəl, çox da zövqlüdür. İnşallah orada çox gözəl, maraqlı. Şəhər bizim ovcumuzda olacaq. Bəzərə gözəl, yer gözəl, həqiqətən. Burada çox gözəldir və çox sevinici haldır ki, Dünya TV-nin artıq orada da bir belə proyekt yaratması çox və burada da Dünya TV-nin rəhbərliyinə təşəkkür edirik ki, bizlərə o şansı, o həqiqətən o imkanı yaradırsınız. Məkan da çox gözəldir, uğurlu olsun. İnşallah orada yeni uğurların və yeni müraciətlərin həllini tapacağıq. İnşallah, inşallah. Keçid alırıq bizim arzularımızın arzusu olan Arzu xanım Göytürkə. Pedaqoqdur, müəllimdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Arzu xanım çox belə romantik birisidir. Oturur, şeirlər yazır, sevgidən yazır, bəzən olur, qaşlar cütləşir, belə deyim, qələmini götürür, sərt yanaşmalar eləyir. Və söyleyeyim ki, o bizim proqramma, biz onu ekspert kimi dəvət edəndə düşünürdüm ki, bu xanım hər zaman şairanə yanaşırdı, amma bizdə emosiya var, yəni fikir, birinci dəfə gələn bir qırğın elədi burada, tanımadım mən Arzunu. Evimi tərəzini, dedim, Arzu, sən həmişə belə sakit. Hətta Aydın xan məlimi sustura bilmirdim. Aydın xan, çox danışan Aydın xan. Aydın xana deyirdi, dayan qoy mən danışım. Arzu xanım Göytürk, xoş gördük sizi. Çox sağ olun Könül xanım. Həqiqətən hər dəfə mən bu verilişə gələndə sizdən aldığım o pozitiv enerji ilə həqiqətən biraz da daha, hətta bir həftə gedir o pozitiv enerjinin, yəni mənə təsiri. Bir həftə mən o abu-havada oluram. Çox sağ olun həqiqətən də. Yaxşı ki varsınız. Təşəkkürlər. Bizim Jaləmiz Ağa kişi müəllimin qızı.
Ağakişi qızı. Zəfəryolu.az saytının rəhbəridir. Ailə və sosial məsələlər üzrə ekspertdir. Rayon, kənd gəzib problemli şəxslərə dəstək olan bir ekspertimiz. Bütün vaxtını, imkanını məhz o yola həsr edir. Özü də deyirəm ki, necə vaxt ayırırsan, necə vaxt çatdırırsan, deyir ki, müraciət edənləri rayon sıralama edirəm. Yəni, mən gedirəm cənub tərəfə, Səlyan, məsəl üçün, Masallı, Lənkəran, Cəllabad, o istiqamətdə müraciət edənlərə bax, gedirəm, maraqlanıram, çəkirəm, yoxluyuram, əlimizdən gəlir, bütün komandamızla birgə dəstək oluruq. Uğurlar sizə, əziz bacım. Çox sağ olun, var olun Könül xanım. Mənim jurnalist həmkarım. Həmişə mən deyirəm, üzümüz gülsün, həmişə qəlbimiz açılsın. Allah həmişə bizə xoş xəbərlər eşitməyi nəsib eyləsin. Bugünkü ekspertlərimiz də doğrudan da çox ürəyə yaxın insanlardır. Hər birinin xətrini çox istəyirəm. Xanımla da bugün tanış olduq. Necə Mənə də xoş oldu, həqiqətən. Yeni proyektdə inşallah fəaliyyət göstərəcək olan verilişinizdə alqışlayıram. Uğurlarınız daim bol olsun. Doğrudan da hər dəfə gələndə uğurlu olsun söylüyorduk. Belə düşərli oldu, həqiqətən də uğurlu oldu. İnşallah ki, necə deyim, bilirsiniz, studiyada daha ürək açan olanda, daha işıqlı olanda gələn ekspertlərin də əhvalı çox pozitiv olur. İnşallahdır ki, o studiyada daha pozitiv şəkildə açıqlamalar verək. Bəli. Bəzən çox vaxt mənə bu sualı verirlər. Deyirlər, Könül xanım, yorulmursunuz? İndi bu sualı mən sizə verirəm. Mənim jurnalist həmkarım, yorulmursunuz? Desəm ki, yorulmuram, biraz belə deyim də ki, doğru çıxmaz. Amma yorulsam da hansısa bir vətəndaşın ki, dadına köməyinə çatırır. Çox sevinirəm doğrudan da. Mən vətəndaş cəmiyyətini sevən bir xanımam. Düzdür, demirəm ki, mələyəm. Hamımızın bir, necə deyim, damarı var, sərt damarı da var. Amma nə varsa da mənim acı tərəf dilimdədir. Hər kəs bilir ki, ürəyim hər kəsi sevən bir qadınam. Amma vətəndaşların yanında olmalıyıq. Çünki bilirsiniz, bizə müraciət edən hansı vətəndaşlar olur? Zəif olan vətəndaşlar olur. Ehtiyacı olan, zəif olan vətəndaşlar müraciət edir. Çünki güclü zaten öz işini hansısa bir yolla görür. Və biz də gedib o vətəndaşların yanında olanda, köməyinə çatanda ən əsas bilirsiniz, dualar ki var ha. O dualar mənim üçün bir dünyadır. Mən də eynən Jalə xanımın xarakterində bir xüsusiyyət də var ki, onu çox bəyənirəm. Bilirsiniz, bəzən olur, bəzi xanımlar, bəzi insanlar, elə kişilər egoistliyindən belə, necə deyim, yox, səhv də olsa deyir, yox, bu mənəm, mən deyəndir. Amma Jalə xanımda bu xüsusiyyət yoxdur. Səhv olanda deyir, burada mən səhv elədim və ona görə də sizi çox istəyirəm. Sağ olun, var olasın. İnsan mən hər zaman deyirəm ki, əgər nəysə bir hadisə baş verirsə, onu öz gözümlə də baxmalıyam ki, yəni necə, mənim səhvim harda oldu. Düz yolda gedirik, bax, düz yolda gedirik. Birdən görürsən ki, ayağımız burxulur, məsəl üçün də, yıxılırıq. Duranda neynirik? Ay, bu yolu belə sökülüb, ay, nə bilim, burada narahatçılıq var, yol idarəsi hara baxır. Biz 50 adamı biz günahkar axtarıq. Amma birinci günah bizim özümüzdə olur. Uca Tanrı bizə göz verib. Bu gözlərinlə bax yola ki, hansı yola gedirsən. Görürsə orada çuxur var, bir zəhmət bir keç bu yana get də. Bax, onda sən yıxılmayacaqsan. Ona görə də insan gərək hər zaman, mən özümə deyirəm hər zaman, deyirəm, bax, harada səhvim oldu, niyə bu belə oldu? Və insan öz səhvini başa düşməlidir, insan üzr istəməyə başa düşməlidir. O böyüklükdür. O kübarlıqdır, o mədəniyyətdir. Olub, mənim özümdə də olub, yaşca məndən çox-çox kiçik adam olub, demişəm, sən Allah bağışla, mən deyəsən, düzgün yanaşma eləmədim, üzr istəyirəm, deyib, əstəğfurullah, heç bir şey. Jalədə də elə bir şey görmüşəm. Ümumiyyətlə, bilirsiniz ki, xanım, necə deyim, indi insanıq da, bizimdir danışan dilimiz, görən gözümüz, eşidən qulağımız varsa, səhvlərimiz də var, təbii ki. Məsələn, mən hər zaman yaxınlarıma da tövsiyə edirəm ki, heç vaxt qəlb qırmayın. Amma buna özüm, necə deyim, nəzarət eləyə bilmirəm. Yəni, məndə iş prosesim elə bir prosesdir ki, istər-istəməz qırırsan da qəlb. Amma bir şey də var ki, mənim Allah bilir qəlbimi ki, mən kimin qəlbini qırım,
təhliyə düşən kimi həmin ağlayan insanam ki, elə bilirəm ki, Düzdür. Allah Taala məni danlayır. Bax, mən bunu belə hiss edirəm ki, Allah məni danlayır ki, sən niyə o insanın qəlbini qırdın və həqiqətən də o qarşı tərəfdəki insanın mən günahı olmadan qəlbini qırıramsa, mütləq. Hətta heç mən o insanın günahı olsa belə, yenə elə bir ki, həmən gün özümə gəlmirəm. Heç o dərinliyə də düşünməmişdi. Bir dəfə bir məsələ olmuşdu. Heç o dərinliyə də fikirləşmədi. Bir xoşa gəlməyən bir insident oldu. Dərhal reaksiya. Biz zəng elədik. Ramal zəng elədi, mən zəng etdim ki, yəni burada nəsə anlaşılmamız var. İnan dərhal o bir kübarlıq elədi, bir addım atdı, o sənin gözəlliyin. Yox, mən onu... O tərbiyəndir. Sizə bir söz deyim ki, Kənan xanım, deməli, bizdə 3 övladım var, Allah hamının balasını saxlasın. Mənim balaca oğlum elə bir öz yaşıdlarından, uşaqlarla, belə də heç uşaq da tam sayın, bizim üçün uşaqdılar, söhbət yox, 15 yaşı var artıq. Deməli, o öz yeni yetmələri ilə birləşiblər. Bunu bilmirəm, mən desəm efirdən doğru çıxar, doğru çıxmaz. Nəsə, qonşuları incidiblər belə. Şey deməyəcəm hansı, reklam arası deyərəm. Bunu da bir də gördüm ki, küçədə biraz səs-küy falan yarandı və mən çıxdım küçəyə, gördüm ki, qonşu həmən uşaqlardan biri yerdə mənim də uşağımı danlayıbdı və mənim uşağım çox dilxordur. Mən də hər kəs bilir ki, mənim uşaq üstündə həqiqətən çox dav eləyəndə. Mən bu qonşudan, mənlə atamla yaşıddı belə deyək, əsəbləşdim, belə ortada xoşa gəlməz hal yarandı, bir-birimizə qarşı aqressivlik və yoldaşı həmən məni sakitləşdirdi ki, sakit ol, yəni sən bildiyin kimi deyil. Mən də sonra elə bir ki, qayıtdı, artıq hər kəs öz evinə çəkilibdir, mən də övladımdan özüm. Elə bir qapıma çatanda ani moment beynimə bir siqnal gəldi ki, bəs bu günah bu uşaqda olub axı. Günah bu uşaqda olurlar, mən o kişini niyə incitdim, niyə? Nə yaxşı da ki, nə yaxşı da ki. Həmən heç qapıma inansız içəri girmədim. Qayıtdım, getdim, gördüm ki, həmən özü çox istədiyim qonşumdur. Dilxor vəziyyətdə oturub da, deyir, heç gözləməzdim ki, mən bəlkə heç əsəbləşib o uşağa bir şeylə vurardım, sənə güvənib vurardım, ona ki, yəni Jalə buna görə mənə heç nə deməz. Belə qucaqladım, öpdüm, dedim, siz Allah bağışlayın, doğrudan da mən gərək heç çıxmayaydım, heç yəni niyə uşağa belə aqressiv yanaşmısınız, heç bunun söhbətini aparmayardım. Sonra da yoldaşım mənə deyir ki, nə yaxşı ki, elə gəldin, inanırsan, elə pis əsəbindən belə pis olurdu ki, mən onu öz balam kimi çox istəyirəm və ərk edib onun balasına mən acıqlanmışam da. Yox, mən, yəni hər kəs bilir, əsəbləşəndə çox pis əsəbləşirəm, yəni gözüm heç bir şeyi görmür. Amma o ki, sakitləşdimsə, onun əziyyətini də çox çəkirəm. Yox, elə gözün hər şeyi görsün. Gözün hər şeyi görməsi yox, gözün hər şeyi görsün. Mən həmişə deyirəm ki, mən gərək o deyir, puldan da olsa bir nəfər asıl bu ayıram yanım üçün ki, o insan 24 saat mənim yanımda olsun. Emosiyalarımızı idarə eləsin. Mən əsəbləşən kimi mənə sakitləşdirici kimi. Hə, sakitləşdir. Çünki mən əsəbləşən vaxtı çox pis əsəbləşirəm. O da özümün bəyənmədiyim xasiyyətim odur. Aydındır. Əsəbləşməyin, əsəbləşmə insanı qocaldır, üzümüzdə qırışları yaradır. Bəli, bəli. Ona görə də həmişə gülün, xoşa əhval-ruhiyyəniz olsun. İndi isə hörmətli izləyicilərimiz keçirik mövzumuza. Demək, bizim nə qədər bizim reklamlarımızın vaxtıdır deyəsən. Gəlin biz keçid alaq reklama. Reklamlar bitdikdən sonra biz mövzumuza keçid alırıq. Bugün biz erkən nigahdan danışacağıq. Biz izləyin. Demək, hörmətli izləyicilərimiz, birinci reklam çarxını geridə qoyduq. Proqramımızın növbəti hissəsinə keçid alırıq. Bugün biz erkən nigahdan danışacağıq. Bugünkü efirimizin qonaqları da xanımlardır. Niyə xanımları dəvət etdik? Ona görə ki, çox vaxt olur, məhz analar qızların beynini yeyərək deyir ki, ərə get, ərə get, ərə get və o qızların beyninə təhsili yox, ərə getməyi yükləyir. Ona görə də bugün bizim efirimizin qonaqları da xanımlardır. Xanımlardır və analardır ən əsası. Hörmətli qonaqlarımız, gəlin elə İradə xanımdan başlayaq. İradə xanım, şükürlər olsun Allaha ki, indi artıq erkən nigaha girməyə icazə verilmir. İndi düzdür, qanunvericilikdə nə deyilir, vəkilimiz deyəcək. Amma istərdim bir həyat təcrübəsi olmuş bir xanım olaraq bu barədə sizin fikirlərinizi eşidək. Əslində qalsa, bugün doğrudan da bu mövzu çox aktual bir mövzudur. Yəni, həyatımızda çox rast gələcəyimiz, ən çox da
bildiyimiz kimi, məsələn, rayonlarda, kəndlərdə belə bir Mən sizə deyim, Bakıda da var idi Bakının belə hal. kəndlərində də təsadüf olunur. Bəli ki, erkən nikahlar... Amma indi icazə verilmir. Ümumiyyətlə, heç vaxt icazə verilməmişdi. Yəni, buna 17-18 yaşına kimi... Bəli, istisna hallarda, istisna hallarda heç vaxt buna ümumiyyətlə qanun 18 yaşından aşağı gənc qızlara, gənc oğlanlara icazə vermirdi bunu. Amma çox təəssüf ki, bəzi valideynlər yenə də öz uşaqlarını, öz qızlarını erkən nikah adıyla kimlərəsə verirdilər və bunun da qarşısını doğrudan da yaxşı ki, bizim bu polislərimiz və bununla məşğul olan bəzi cəmiyyətlərimiz var ki, bunun qarşısını almaq mümkün olmuşdu. Amma yenə də mən sizə deyim ki, burada yenə də valideyn faktorudur da, valideynlərin burada çox böyük rolu var. Burada birinci elə bax, bir gəlin özümüzdən götürəyim. Biz uşaqlarımızı, illah da qızlarımızı yaşından qabaq böyütməyə çalışırıq. Ay, çox sağ olun, bəli. Yaşından qabaq böyüdürük. Ya məsələn, bizim vaxtımızda götürəndə biz məktəbli formasında gedərdik. Yəni, müəyyən evdə də müəyyən qadağalarımız var idi. Nə başqa heç bir şey ilə, nə kosmetikadan istifadə eləyərdik. Mən məsələn, şəxsən özüm institutu oxuyanda belə kosmetikadan istifadə eləməmişəm. Amma bu günləri çox təəssüf ki, valideynlər, illah da qız anaları uşaqlarını harasa məsələn bir ad gününə aparır, toya aparır, bir məclisə aparır. Gedəndə sanki onlara, nə bilim, elə bil ki, xüsusi aparırlar, bunların saçlarını yığdırırlar, bunlara xüsusi paltar alırlar, bəzədirlər. Qoy xüsusi paltar da alsınlar, qoy xüsusi saçlarını da yığdırsınlar. Amma o makiyaj nədir, mən başa düşürəm. Mən də onu deyirəm də. Çünki demək, uşaqlara sinifdə belə deyək, fotoşəkil eləyirlər qrup şəklində. Kollektivdə, yəni bir kitabça kimi olur. Bəli, vinetka deyək də. Bəli. Və o alboma da baxanda nə görürsən, qızlar elə bir ki, tələbə qızlardır. Bəli, bəs mən də onu deyirəm də. Burada valideyn öz uşağını yaşından qabaq böyütməyə çalışır. Və sanki uşağının qızını elə bil ki, özləri hazırlayır o ailə qurmaq üçün. Oyadırlar. Oyadırlar, onların bütün hissiyatlarını oyadırlar. Erkən nicahlıq da axı belə şeylərdən irəli gəlir. Mən məsələn, özüm şahidi olmuşam ki, mənim qızımla yaşıd bir nəfər var idi. Mənim qonşuma qonaq gəlirdi. Eyni yaşıd idilər. Mənim qızımla o yanaşı duranda, hətta onun öz xalası uşaqları belə deyirdi ki, siz dedi bir baxın o Nərgizə, bir də baxın bu qıza. Yəni öz xalası qızına deyir. Bunun deyir makiyajı, qonaq gəlib, öz xalasının evinə qonaq gəlib. Neynədi? O qız heç orta məktəbi qurtarmamış, onu nişanladılar, onu ərə verdilər və həyatı da məhv oldu, getdi. Bax, görürsünüz, burada valideynin özünün günahıdır. Valideyn demir ki, sən xalan gələ qonaq gedirsən və sən bu bəzək, düzək nədən ötəridir? Kimə göstərirsən özünü? Bax, burada valideynin çox böyük rolu var. Valideyn özü elə bil ki, sanki öz uşağını yaşından qabaq böyüməsinə imkan yaradır. Bilirsiniz, İradə xanım necə deyim? Ümumiyyətlə, nə qədər ki, analar, az yaşlı uşaqlarının yanında getdikləri ticarət mərkəzindən aldıqları bir əşyanı sənə cehiz alıram və o qıza cehizlər alıb yığdıqca, uşağın da beyninə tətbiq olunur nə? Mən böyüyürəm, mən ərə getməyəm. Bu, ilk böyüyən kimi missiyasını ərə getmək bilir. Və buna görə də mən buradan üzümü tutub analara söylürəm ki, bu keçmiş dönəmlər deyil, o vaxtı çox qıt idi, çətin idi bu cehizliyi alıb yığmaq deyənə. Çox vaxtı keçmiş dönəmdə cahillik olub, valideynlər uşaqlar körpü olandan alıb yığırdılar bu cehizliyi ki, böyüyəndə artıq hər şey təmin olunsun. Qız doğulandan o cehizi yığılır. Amma indi şükür Allaha, şükür Allaha, düyünlərim sən qız toyunu elə, sabahlarım... Jalə xanım, onu qoyaq bir yana, qız toyunu eləmə. Qızıva təhsil ver, özü oxuyub, öz oxuduğu maaşıyla cehizlərini alsın. Bir də ki, mən bir söz deyim, ola bilər, hər kəs təhsilli də ola bilməz. Hər kəs təhsilli olsa, bəs bu bizim çıxırıq bax şəhərdə görürsünüz, təmizlik, abadlıq, gözəllik. Elə hər kəs əli diplomlu olsa... Sənət yiyələr də var. Yəni olsun, diplomsuz da ola bilər. Mən demirəm,
düzdür. Sənət verir. Amma ən əsas qızlarımıza söyləməyək ki, falan kəsin qızı belə bir yaxşı oğlana ərə getdi. Bax bu qızlarımızın beynində biz bunu oyadırıq. Bir də ki, mən Hazır həyat deməkdir olan. Bax, nə yaxşı ki, qohumluq nikahına da son qoyulur artıq və erkən nikahlardakı qanuni şəkildə özləri tədbirlərini görürlər. Amma nə var? Mən bax bunu söyləyim ki, bəzən məsələn ailə qururlar, elə gözəl sevinirlər, nişan, toy, hər şey möhtəşəm şəkildə həyata keçirirlər və bir müddətdən sonra eşidirsən ki, bir övlad da olur, ailə başlayır dağılmağa. Bu nədən irəli gəlir? Cavan olur. Qız öz hüquqlarını, haqları nədirsə onu bilmir. Ailə də gətirdiyi qızı evdə qul məqsədi ilə gətirir. Sanki bu ailənin bütün yükünü bu bir robotdur, robota tətbiq etməliyik, robot da bunu icra etməlidir. Düşünmür ki, qaynana ki, mən gətirdiyim bu qız gələcəkdə mənim nəvəmin anası olacaq. Deməli, bizim o qıza etdiyimiz təsir boylu olarkən övlada, bütün o əsəbiyi bizdirir övlada. Sabah bu övlad da dünyaya gələndə həm əsəbi, xəstə gəlir. İkinci də ki, sabahki gündə də lap doğulandan sonra övlad. Biz nə qədər o gəlinə, necə deyim, sərt davranış, aqress edirik, o gəlin istər-istəməz təhlükdə o uşağa elə bir ki, onu tətbiq edir uşağın üstündə. Azdırmı bəyəm qaynanadan, qaynatadan, yoldaşına əsəbləşib ondan yana uşaqlarına. Övladına və həyat yoldaşına tökür o əsəbi. Ana başa düşmür ki, mən bu gəlini əsəbləşdirirəmsə, mənim gələcək nəvəm xəstə də ola bilər, əsəbi də ola bilər və mənim gəlinim əsəbləri pozulacaq, mənim gəlinim hansısa bir xəstəliyi tapacaq, psixoloji xəstəliyi tapacaq, mənim oğlumun günü qara olacaq da gələcəkdə, ailə dağılacaq. Acılığa da insan dözür, kasıbçılıq insan dözür, evsizlikdir, insan dözür. Hər bir ananın övladını gətirib, o aclığa da, evsizliyə də, maddi imkanın aşağı olan sosial imkansız ailələrdə də yaşada bilirsən. Yeganə dözülməyən şiddətdir. Qadınlarımız şiddətə dözə bilmir. İlk az yaşlı olduğu üçün dözür. Müəyyən bir yaşdan sonra beyin başlayır axı qəşəng inkişaf eləməyə. Mən niyə buna dözmüşəm? Mən neynəmişəm ki, mənə bunlar olunur. Zamanla öz haqlarını, hüquqlarını da tanıyır və yaşadığı həyatı görür. Könül xanım, bir ananın qızına elədiyi ən böyük pislik onu erkən nikaha vadar eləmək. Mənim qızımın 21 yaşı var Könül xanım, siz təsəvvür edin, mən onun hər ad günündə kitab almışam. Mən ona heç vaxt məsəl üçün nəsə bir başqa bir hədiyyə istəməyib məndən. Məsəl üçün qız var da ətir istəyər ya nəsə istəyər. Ancaq ana, mənim ən gözəl, ən özəl hədiyyəm mənim üçün kitab al. Yəni mən ona indi də kitab alıram. Onun otağında öz otağı var, kitab şkafı var, yəni kitab rəfi var. O oxumadığı kitab yoxdur demək olar. Yəni bunu ana yönləndirir. Mən də onun yanında körpə vaxtından ay ərə gedəcəksən, böyüdəcəm səni, gündə cehiz alım gətirib. Əlbəttə onun da beyni bir də ki bir fikir söyləyim. Ona yönələcək. Qızlara elçi gəlinir. Ana başlayır, mənim qızımın bacarmadığı iş yoxdur, bişirmədiyi yemək yoxdur. Sabahki gündə də alıb aparırlar, deyirlər anam tərifləyirdi, amma halbuki uşaq onu bacarmış uşaqdır axı bu. Elə də deyirlər, belə də deyirlər ki, hə bilirsiniz mənim qızım heç nəyi bacarmır. Elə deyəndə o elçi gələn adam da deməlidir, hə başa düşdünüz, biz gedək, siz qızınızı ailəyə hazırlayın, yemək bişirməyi, ailədə öz rolunu bilsin. Uşaq dünyaya gətirəndə ana kimi formalaşsın ki, yəni nədən formalaşmalıdır ən azından? Bu uşağı mən dünyaya gətirəcəm, mən ana olacam, mənim evdə qaynanam var, qaynatam var, böyüyü var, kiçiyi var, özümü idarə edim, onların yanında özümü tərbiyəli təqdim edim. Bunların hamısı şərtdir. Ona görə də bir yaş dövrü lazımdır. Ümumiyyətlə insan sosial psixoloji formalaşmalıdır. Biz deyirik 18 yaşında insan sosial psixoloji formalaşmır. Yenə də uşaqdır. Yetkinlik yaşıdır. Yetkinlik yaşını keçmiş olur. Prosta qanunda bu belədir. Yəni ən azından ondan icazə verirlər qurmağa. Erkən gətirib yüklüyürlər, cavan gəlindi də, gələndən sonra təbii ki bir ildən sonra ana olacaqdır. Bunu siz bədənini də salırsınız axı bu insanı. Bəli, çıxışlarınızı etdiniz. İndi isə gəlin üzümüzü tutaq Günay Hüseynovaya, vəkilimizə və Günay xanım. Qanun nə deyir? Bəli, ekspertlərimizlə razıyıq. Çox doğru vurğuladılar, həm psixoloji təsir. Biz deyəsən reklama keçid almalıyıq. Artıq mənə deyildi, reklama keçid almalıyıq. Gəlin reklama keçid alaq, üzr istəyirəm. Hörmətli izləyicilərimiz, biz bugün erkən nigahdan danışırıq. Ekspertlərimiz öz fikirlərini söylədilər. Qanun nə deyir? Bu barədə Günay Hüseynova, bizim hörmətli vəkilimiz, reklamlardan sonra ətraflı danışacaq. Biz izləyin. Hörmətli izləyicilərimiz,
Hörmətli izləyicilərimiz, təşəkkür edirəm bizi izləyirsiniz. Bəli, bugün biz erkən nigahdan danışırıq. Ekspertlər öz fikirlərini söylədilər. Hətta reklam fasiləsində belə bəzi məsələlərə toxunuldu. Amma bu toxunduğumuz məsələlər qalsın kənarda. İndi mən sözü verirəm Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan Günay xanım Hüseynovaya. Günay xanım, qanun nə deyir? Gəlin ətraflı bu barədə danışaq. Çox Siz sağ eşidək. olun və bütün ekspertlərin də fikrində çox həqiqət var, çox doğrudurlar. Bildirmək istəyirəm ki, qanunla nigaha daxil olma 18 yaş göstərilir. Bəzi hallarda, müstəsna hallarda isə 17 yaş. Yəni müəyyən bir hallar olur ki, orada artıq 1 yaş müstəsna hal kimi Könxan endirilə bilər. Amma 16 yaşından aşağı nigaha girmək bizdə qanunsuz və qadağandır. Yəni hətta 16 yaşdan aşağı, yəni tutaq ki, az yaşlıları təhrik etmək, nigaha istər valideynləri olsun, istər başqaları tərəfindən təhrik etmək və məcbur etmək özü cinayət məsuliyyəti daşıyır. Cinayət məsuliyyəti daşıyır. Yəni valideynlər təhrik edərsə, bəli, o qədər valideynlər, bəli, oğlan tərəfi. Yəni oğlan tərəfi və yaxud da ətraf mühit ola bilər, yad adam ola bilər. Üzr istəyirəm, yad adam ətraf mühit deyəndə, yəni bilirsiniz kimlər? necə? Məsələn, filan kəs var, gəl filan kəslə evlən. Məsələn, uşaq az yaşlıları, yəni ailəyə məsəl üçün qonşu olsun, qohum olsun, bəli, az tanış yaşlılar olsun. təhrik eləyir ki, evlən falan vədlər verir, amma bunun öz yaşına bilə-bilə də ki, bu az yaşlıdır. Bunun hələ 14 yaşı var, 15 yaşı var və yaxud da aşağı yaşları varsa da bu əlbəttə ki, cinayət məsuliyyəti daşıyır. Və qeyd etmək istəyirəm ki, burada Könül xanım, ən birinci onu nəzərə almaq lazımdır ki, erkən yaşlılar burada fiziki və psixoloji təsirlərə çox məruz qalır. Həmin erkən yaşa məruz olan xanımlar və bundan əlavə təsirləri yarımçıq qalır. Siz kameraya baxın, fikirlərinizi söyləyin, qoy tamaşaçı. Buradakı kamera. Bəli, buyurun. Yəni burada ilkin olaraq da həmin erkən yaşa məruz qalmış xanımlar psixi və fizioloji travmalara məruz qalır. Belə ki, həm onlar sağlamlıq cəhətdən, həm də iqtisadi və sosial problemlərlə üz-üzə qalır və burada onlar üçün böyük problemlər yaradılır. Səhhətində problemlər yaradılır, təsirləri yarımçıq qalır. Bunlar hamısı geri götürəndə bunların hüquqları və qanunları pozulmuş sayılır. Yəni, düzdür, əvvəl daha çox idi. Yəni, bilirsiniz necə, müəyyən yaş hədlərindən çatmamışdır. Əsasən də biraz ucqar yerləri nəzərdə tutsaq, uzaq rayonları nəzərdə tutsaq, sanki bir adət halını almışdılar. Müəyyən yaşı çatandan sonra qız ailə qurmurdusa və yaxud da ki, ən azından nişanlanmırdısa da ona biraz yaşı gec qalmış kimi və ailə həyatına, yəni el arasında desək ki, gec ailə qurmuş xanım kimi baxılırdı. Evdə qalmış qız. Bəli, onu demək istəmədim, bəli. Yəni, elə bir verilirdi. Yanaşma var idi. Bəli, elə qələmə verilirdi. Amma qeyd edim ki, burada ilkin növbədə İradə xanım vurğuladığı kimi valideynlər məsuliyyət daşıyır. Yəni, birinci onlar üçün təhsil, normal həyatı yaşamağı və onların özlərini dərk eləməyinə şərait yaratmaq lazımdır. O məsuliyyəti, yəni xanım olaraq hər birinci insan özünü məsuliyyəti dərk eləməlidir ki, sabah ailənin, yoldaşının, evladının məsuliyyətini bilsin. Bu bilməlidir ki, bunun qarşısında təhsili var. Bunun qarşısında özünü tam bir şəxs kimi formalaşdırması lazımdır. Yəni, sabah cəmiyyət var. İndi də bilirsiniz ki, bizim dövlətimizdə o qədər gözəl şəraitlər, o qədər gənclər üçün şəraitlər yaradılır ki, və bizim gənclərimiz, xanımlarımız üçün də çox belə imkanlar yaradılır ki, bu şəraitlərdən istifadə eləsinlər. İmtahanlar verilir. Dövlət qulluğundan elə imtahanlar keçib, elə bir yerlərdə, yəni ki, yerlərdə müəyyən bir vəzifələrə keçib, müəyyən bir işlərin arxasınca gedib, sonra ailənin dalınca getməsi daha doğrudur. Və buradan televiziya qarşısına əyilən bütün valideynlərə, əyləşən valideynlərə bildirirəm ki, ailəyə tələsməyin. Yəni, tez də ailə qurub dağılanmaqdansa da müəyyən müddətdən sonra formalaşmış və sabahları bir ana kimi də evladına istər təhsilində, istər bir ana kimi dayaq dura biləcək bir qız evladı yetişdirin. Belə yetişdirin ki, sabahları o qız evladı öz evladı ilə nə sizin üzərinizə gəlsin, nə də ki, işgəncələrə məruz qalıb, o qədər mən elə cinayət hadisələrinə o qədər rast gəlmişəm ki, 125-ci maddə ilə ölüm həddinə çatdırılma həddi ilə özləri həyatına qəsd ediblər. Bəli, yəni müəyyən yaşında ailə qurulubdur. Mən o zaman məhkəmədə işləyirdim, belə bir hadisə var idi. Mən o zaman məhkəmədə katib kimi çıxırdım işə. Demək,
Əgər indi üstündən nə qədər keçibdir və o mənim hələ də yadımda qalıbdır. Necə? Demək, qız erkən yaşda zamanında müəyyən, yəni yaşı çox deyildi. Çox ki, mənki 18-i keçmişdi, amma yaşı o qədər çox deyildi. Elə orta məktəblərində, bəli. Ailə qurub və onun özünün bir evladı var idi. Cinayət işi məsələlər indiyə kimi gözüm qabağında keç, evladının 5 yaşı yox idi. Demək, yoldaşı bunu çox döyürdü. Döyürdü işgəncə ilə son həddindən də özünü balkondan atıb öldürmə səbəbi günü də demək qaynanası ilə münasibətlərə görə, yəni ki, ana belə oğlanın anası ilə olan münasibətlərə görə oğlan həmişə bunu döyürdü, acılayırdı. Son günü də oğlanın anası qonaq gəlirdi buna və aralarında görür ki, intriqa yaranır. Bu və hətta ailəsinə bildirir. Ailəsi bunun arxasınca gəlmir qızın. Bildirir ki, mən bu vəziyyətdəyəm, bu dözməzsə. Bəli, gəlmir ki, otur, ailəndir, dözəcəksən, oturmalısan. Axırda da intihar. Təsəvvür eləyin ki, son həmin günü cinayət hadisəsi xanım özünə qəsd edən günü oğlan buna bildirib ki, mənim anam gələcək, sən onun ayaqlarından öpəcəksən. Ayaqlarına düşəcəksən, ayaqlarını öpəcəksən. Günay xanım, valideyni alçaldan qızı ər evində də alçaldılar. Xanım evi də yığışdırıb, qəşəng süfrə də açıb, hər bir yeri düzəldib, eləyib. Mən indiyə kimi materiallarda yandı ki, stolu da bəzədilmiş formada. Və bunlar gəlməmişdən qabaq Azyaşlı körpəsinin qabağına balkondan özünü atmışdı. Özünü atmışdı və onun evin həddində göstərilən zamanda meyitdə tək o yıxıldığı xəsarətlər deyildi aldığı. 5-ci mərtəbədə, 7-ci belə bir mərtəbədən yıxılmışdı. Orada döyülmə izləri də var idi. Onu vəziyyətə valideyn çatdırıb. Burada göyərtilər də var idi, falan da var idi. Günay xanım, bilirsiniz yəni, nədən bu hər bir şeyin sonu görün, haraya kim gedir. Bax, burada qız valideynlərin üzərinə çox böyük bir məsuliyyət düşür. Övladına sahib çıxmalılar. Amma bax, indi o valideynlər təzədən indi məhkəmə iclaslarına gəlirlər, o körpə uşağını götürüb, körpə uşaqlar artıq qəyyumluq istəyirlər. İndi burada da ata keçən dəfə sosial şəbəkədə bir vaxtında onun evladına ya sahib çıxmaq istəyirdiniz ki, o ölən qızınızın evladına sahib çıxmaqdansa birinci öz evladınıza sahib çıxarmasın. Öz evladı istəməyəndən sonra nəvəni necə istəyəsən? O gün yox, istəyirlər. Sosial şəbəkədə bir yazı gördüm. Bir gənc qızı idi, 20 yaşı var idi. Yazmışdı ki, ana, məndən üzr istə, məni erkən nigaha vadar elədiyin üçün, mənə ana olmağın nə olduğunu bilmədən məni ana elədiyin üçün, məndən üzr istə ki, məni heç, yəni mənə layiq olmayan zalım, mərhəmətsiz insanların evinə gəlin elədiyin üçün, yəni ki, bütün uşağın başına, qız uşağının başına gələn bütün bəlaların səbəbkar valideynlər. Anadan istər-istəməz lap deyə atada da pərdə var arada, amma anadan istər-istəməz qızın arası yəni yaxın olur da, lap belə açıq olması da yaxın olur. Mən buradan bir də valideynlərə söyləmək istəyirəm ki, əziz valideynlər, gözəl, əxlaqlı, tərbiyəli qız böyüdürsünüzsə, onun 25-30 yaşda olsa heç narahat olmuyor. Mən onu həmişə onun bir yaxşı ailəyə bir gün düşən bir vaxtı var. Mütləq. Siz o yaxşı tərbiyə verib böyüdə bilmədiyiniz qızlardan narahat olun və bir də ki, nə var? Götürürsünüz az yaşlı uşaqlarınızı, ağır olan bir ailəyə ərə verirsiniz. Necə ağır? Yəni, evdə ailə üzvləri çox olur, evin işi çox olur. Bəzən mən buna şahid olmuşam, tanıdığım bir insanlarda. Deməli, bir dənə qızdır, gedir ərə, 5-6 nəfərdir evdə də getdiyi yerdə və evdə nə paltar yuyan maşından istifadə etməyə qoymurlar, nə qab yuyan maşından istifadə eləmirlər. Çünki qaynana işıq puluna görə qənaət olsun, qıza deyir ki, keçmiş dönəmdə biz əldə yumuşuq, sən də əldə yum. Müqayisə edir. Bu bir dənə böyümüş uşaqdır, bunu heç ana evdə boşqaf yumağı qıymadığı uşağına verir ağır külfətin içində ki, get dolan. Bir də ki, mən nədən razılaşmıram? Qızı biz veririk, kimə veririk? Bəyə veririk, oğlana veririk, düzdürmü? Mən o qızı oğlanın nə anasına, nə atasına, nə bacısına, nə qardaşına vermirəm. Oğlanın özünə verirəm. Mənim övladım o oğlan üçün gedir o ailəyə. Sizin bütün ailənizin yükünü çiyninə alıb getmək üçün getmir. İkinci də ki, deyirlər ki, ilk dönəmdə görə 1 il, 2 il döz. Mən uşağı əskərliyə yola salmışam, yoxsa mənim uşağım türmədədir. Nə çətinliyə dözməlidir? Əksinə mənim uşağım mənim evimdən daha da komfortlu yaşayışa getməlidir. Dözməyin axırı yaxşı nəticələnmir. Beynində bir dəfə dərk eləsin ki, sənin övladın sənin evindən də komfortlu bir yaşayışa getməlidir. Bunu dərk etsələr, inanın. Jalə xanım, bayaq verilişin əvvəlində siz dediniz, aclığa da dözmək olar, düzdür. Aclığa deyin ki, məsəl üçün qızım, mən özüm də çətinlik çəkmişəm, mənim özümün də maddi cəhətdən vəziyyətim yaxşı olmayıb, düz yaxşı olacaq. Hətta sən özün də ona ana kimi dəstək göstər. O qızın ailə, amma mənəvi işgəncə olan evdə, qızınıza ki, hansı evdə mənəvi işgəncə verirlər, döymə, şiddət, o evdə döz, otur demək mümkün deyil.
inanırsınız ki, Tuna ana o qıza deməsə də ki, çətinliyə, yəni ac ola bilərsən, düz. O evdə bəli. getdiyi evdə gözəl bir ortam varsa, Dözəcək. o qız zaten görəcək ki, bu evdə hamı Yola kartuşka veriləcək, yeyirsə, mən bəli. niyə yeməyim, düzdür? Bəli, bəli. Biri var, getdim, mən bunları da görmüşəm, ha, evdə gündə qəşəng ətlər pişir, gəlinə deyir ki, sənin yeməyin şordur. Bax, onda gəlin necə qəbul eləsin ki, siz oturursunuz burada qəşəng bozbaşdan, kababdan yeyirsiniz, mənə ancaq deyirsiniz şor ye. Onda götür. Amma mən görsəm ki, mənim düşdüyüm ailə maddi imkanı zəifdir, bunlar hamı üçün kartuşka qızarılıb yeyilirsə, mən niyə yeməyim ki? Eynən. Bilirsiniz, gözəl kəlmə, gözəl söz insanın qulağından girib mədəni doldurur. Amma o acı sözlər ki var, o işgəncə ki var, ha, nə qədər kababda qoysan, o kabab Jale xanım, təsirlər biz var, belə psixiki evimizdə hər təsirlər. işdə elə qızı, yəni belə mələk göstərib, məsəl üçün getdiyi evi də pisləməyək. Çünki elə bir ailələr var ki, yəni qız gedir, çox da gözəl ailəyə gedir də, yəni qaynana yaxşı, ər yaxşı, hər şey yaxşıdır. Amma qız özü orada, hətta nə bilmə belə gəlin özü orada yaxşı olmur. O nadir O da var. haldır, nadir. Bir o da söz var. deyim, bəzən qız anaları öz qızlarının həyatına çox müdaxilə eləyir. O siz dediyiniz bəli. kimi. Olmaz. Hə, o da O olur. qədər müdaxilə eləyirlər ki, dəqiqədə bir zəng eləyirlər, sən neynədin, Neynədin, nə bişirdin, bəli. nə yediniz, hansı Ac işlərlə qaldıq. ac qaldın, Mən qaynana neynədin. tanıyıram. Yo, deyir, mən o ki nərazıyam. Sən gəlinlə belə yaşayanlar var. yemək yemisə, nə bişirmisiniz? Ay bala, nə bişirəcək? Hər bir evdə qazan qaynayır. Allah verəndə pişirib yeyəcəklər də. Bu nə sual daxı verirsiniz qızınıza? Neynədi, Saatda nə elə tər bil oldu? ki, 24 saatın 8-10 saatını o qızını zəng eləyib, onu idarə eləməyə çalışır, onun ailəsinə müdaxilə eləməyə çalışır. Bax, bu İradə belə xanım. bu zaman o ailələr Günay- axıra qədər getmir. Günay xanım, ora Günay xanım. təsir eləyən. Mən üzr istəyirəm. Bayaq söylədim, qanun nə deyir? Bəli, Bax, istəyirəm bir o də ki, qanunun bir də bəndlərinə onun bəli, nəzər bəli, salaq. müdaxilələr oldu. Çox gözəl də fikirlər söylənildi və bildirmək istəyirəm ki, çox yaxşıdır ki, bizim bu son zamanlarda artıq bu qohumlar arasında, yəni bunu deyilini nəyə nəzərdə tutulur, televiziya qarşısında əyləşən tamaşaçılara da bildirirəm ki, baba nənələri ortaq olan şəxslər, yəni baba, nənə, hardasa, yəni bunlar ortaq olan şəxslər, yəni bunlarda olan xala qızı, bibi oğlu, əmi oğlu, yəni eyni baba, nənənin ortaq olan şəxslər arasında nigahların, artıq nigahlara icazə verilmir və Könül xanım da qeyd etmək istəyirəm ki, bu çox doğrudur, çox düzgündür. Nəyə görə? Ən önəmlisi odur ki, genetik xəstəliklərin qarşısının azalmasında, yəni eyni nəsildə genetik xəstəliklər var, daşıyıcıdırlar və bunu yenə də olmaz, qohumluq xətirinəmi, nə xətirinəmi, bir-birlərini tanıyırlarmı və maddi maraqmı, yeni maraqlar üzərində yenə də bunları, gəncləri, yaxın qohumları evləndirirlər və müəyyən olur. Orada kimlər əziyyət çəkir? Dünyaya gələn sağlam olmayan uşaqlar, sağlam olmayan uşaqlar artıq bu fəsadları onlar daşıyır. O qədər elə daşıyıcı xəstəliklər olan uşaqlar var. Qan xəstəliyidir, digər xəstəliklərdə hamısı qohumluq münasibətinə yaranan o qədər elə xəstəliklər olurdu. Könül xanım əvvəllər ümumiyyətcə çox idi. Çox dəhşət. Bəli. Və ondan əlavə də bundan yəni irsi faktorların keçirilməsi, münasibətlərin, qohumluq münasibətlərin düşmən halına çevrilməsi, o qədər qohumluq münasibətində cinayət işləri baş verib ki, yəni bunun yaxın qohumlar, necə mehriban qohumlar cinayət hadisələri törədiblər, bəli, düşmən olublar. Hər cəhətdən qanunumuza da çox gözəl vurğulandığı kimi, yəni bu yaxın qohumların bir-birindən ailə qurulması həqiqətən də çox bir şeylərin qarşısını alır Könül xanım. Amma mən sizə bir söz deyim, üzr istəyirəm Könül xanım. Biz bir tədbir keçirdirdik rayonlarda bununla bağlı təbliğat tədbirləri aparırdıq. Mən sizə deyim ki, çox təəssüf eləyirəm ki, orada elə adamlar durdu buna etiraz elədi ki, bu nə qanundur ki, çıxardıqlar. Mən məsələn şəxsən özüm evlənmişəm, çox da xoşbəxtəm. Biz onu başa sala bilmirdik. Bir-iki fərdlə olmur axı, fərdlə olmur, bəli. Yəni, sən bugün qohum olubsan, sabah sənin uşaqların da artıq bu getdikcə müəyyən bir xəstəliklərə Bəli, 7 nəsildən kiməsə düşür. Xəstəliklərə bilirsin necə, elə bir xəstəliklər olur ki, özləri də bilir ki, bu xəstəlik bu irsəndə var, bu nəsildə var, bəli. Amma dediyim kimi, maddi maraqları üzrə, qohumluq xətirinəmi, hörmət xətirinəmi, bilərəkdən də və gələcək fəsadları da bilir ki, evlat o qədər elə bibi oğlu, əmi oğlunun xəstəliyi, əmi qızının Mən Qan olan. Donoru Assosiasiyası mətbuat xidməti olaraq İradə xanım buyurduğu kimi biz təbliğat apardıq. Bu yayı bir çox rayonlarda olduq. Mərkəzlərdə, rayon mərkəzlərində vətəndaşlarımız
onlardan bu barədə bizim çıxışlarımız oldu. Siz inanırsınızmı ki, yenə regional olaraq elə region var idi ki, bunu qəbullanırdı, elə region vardı ki, bunu qəbullanmırdı. Hansı ki, qəbullanmayanlar kimlərdir? Elə qohumluq, necə deyim, evlilikləri olan rayonlardır. Bir də ki, siz gördünüzmü ki, məsələn, belə deyək də, ayın biri artıq qüvvəyə minir ki, qohumluq evliliyi kim etsə, cinayət məsuliyyətindən cəlb olunacaq. Ayın 31-nə kimi restoranlar hamısı dolu idi. Artıq olan nişanlanmışlar yəqin. Kim aldadırlar? Hamısı evlənən ki, biri biz... Neydi? Siz özünüz eləyirsiniz. Yəni xəstəlik dünyaya gətirməyəsiniz. Mən elə bir ailə eşitdim ki, deməli qızını verir, qohumdur, öz qohumuna verir. Amma deyir ki, Azərbaycanda bu belə ki, qüvvəyə minibdir. Getdiyi oğlan onsuz da Rusiyada yaşayır, gedib nikahını da orada eləyir. O yəqin Rusiya vətəndaşı olur. Oğlan Rusiya vətəndaşıdır, amma qohumdur. Yaxşı, Rusiyada icazə var, qanun var, amma Rusiyada belə bir qanun olmadığına görə bunların nikahı gedər elə orada kəsilir. Bilirsiniz, orada İlayda xanım, əsas məqsəd yenə dediyim kimi, bir-iki fərdlərin, bəli, siz dediyiniz kimi, bəziləri deyir ki, bizdə yaxşı olur, bunlarda niyə yaxşı olmur? Amma o bütün cəmiyyət demək deyil. Və bu qanunlarımız bütün cəmiyyət üçün aiddir ki, yəni bunun fəsadları, tutaq ki, həmin şəxslərin irsində hər hansı bir xəstəlik yoxdur. Amma bunlarda heç xəstəlik olmayanlar belə yaxın qohumu zamanı hansı bir xəstəliklərin yaranmasına mütləq yaranacaq, mütləq yaranacaq, mütləq. Nəyisə, ya göz zəifliyi olur, yəni biz bunu da təsadüf Fəsadlar eləmişik. uşaqlar, o qədər şikəst uşaqlar İraq olsun, mən özüm o devirdə görürdüm ki, kimlər bibi qızı ilə yaxın qohummu da, yəni əmoğlu ya falan, belə çox yaxın qohumların nigahına rast gəlmişlər. Həqiqətən də gülməlidir. Reabilitasiya mərkəzlərindən işlədiyimə görə mən o qədər bu şeyləri təsadüf eləmişəm ki və araşdırma nəticəsində də müəyyən olunub ki, bunların əksəriyyəti ilə yaxın qohumlar. İrsi xəstəliklərdir. Bir də ki, sözümü canım. Jale xanım fikrini tamamlasın, söyləyər. Arzu xanım, biz deyirik ana, ata, ailə, ana, ata. Yaxşı, məktəbdə vəziyyət necədir? Olurmu ki, siz tək qızlarla söhbət edirsiniz? Yox, tək qızlarla yox Könül xanım. Oğlanlarla da söhbət eləmək lazımdır bu mövzuda. Oğlanlara ümumiyyətlə öyrətmək lazımdır ki, nə olsun uşaqdılar. Özünə bir iş qurmalısan. Həyat qurduğun xanımı maddi cəhətdən təmin eləməyi bacarmalısan, bir evə dəstək olmalısan, ondan sonra sən ailə qurmalısan. Yox, erkən nigah sırf qız uşaqları ilə bağlı, qızlarla söhbət edirsiniz ki, yəni sizin üçün bu saat önəmlisi dərsdir. Bəli, bəli. Vallahi billahi, mən saç ustası tanıyıram ki, universitet oxumayıb. Amma Əli gözəldir. Əli gözəldir deyən sənəti var. Bəli. O vallahi billahi məndən də yaxşı yaşayır. Və qazancları da yaxşı olur. Məndən yaxşı yaşayır. 2 qat artıq yaşayır. Bayaq Jalə xanım da dedi, o vacib deyil, bütün hamı elə təhsil almalı deyil ki. Elə insan var ki, təhsil alacaq. Texniki peşə məktəblər var. Amma peşə məktəbidir. Valla təhsil alandan da yaxşı yaşayır. Əlbəttə ki, tırnaq ustaları var, saç ustası, qaş ustası. Əsas oğlanlar üçün də bir də ki, mən nəyi vurum? Çəkməkçilər var. Bəli, maşın ustaları var, avtomobil ustaları çox gözəl qazanır. Beşikəsli deyilən bir adətlər var da. Bax, mən buna çox pis yanaşıram. Sən uşaqlıqdan bu uşaqları bir-birinə beşikəsli eləyirsən. Bəlkə böyüyüb bu uşaqlar bir-birini uyğun gəlməyəcək. Mən heç uzağa getmirəm Jalə xanım. Mən elə özümdən deyirəm. Mən uşaq olanda mənə beşikəsli eləyiblər. Yəni mən yalan danışmayacağam. Yəni eləyiblər. Mən 18 yaşına gəldim, dedim sən kim, mən istəmirəm. Görürsüz. Yəni bu olur. Bu da valideynlərin günahıdır. Bu da valideynlərin günahıdır. Və sizin fikrinizi əlavə olaraq söyləyim ki, mənim də tanıdığım ailə var ki, 2 qardaş, belə deyək, birinin qızı olur, birinin oğlu, deyir ki, anamızın adını sən qoy, atamızın adını mən qoyum və uşaq vaxtından bunlar deyirlər ki, bunlar böyüyəcəklər, nənə-baba təzdən evlənəcək. Həqiqətən də uşaqlar böyüyür, əmi-oğlu, əmi-qızı. Bunlar evlənirlər. Valideynin təkidi ilə bunlar evlənirlər. 3 ildən sonra da
onlar ayrılırlar. Çünki övladları olmur. Məsələn. Həm də ki, Görürsüz, onlar bir-birlərini təsadüf sevmirlər. Uyğun da gəlmirlər. xasiyyət Yəni çəkir. əmi-oğlu, Sevgi. əmi-qızı, bacı-qardaş münasibəti Bəli. başqa şeydir. Birgə yaşayış münasibəti başqa başqa şeydir. şeydir. Şəhriyyə xanım, sevgi duyğu olaraq var. Ən gözəl nemətdir da insanda. Ən gözəl. Görürsüz, elə ana var ki, dünyaya övlad gətirir, sevmir, əzizləmir, atır. Sevgisi yoxdur axı. Bu necəsə baş veribdi proses. Bu Heyvani insan- hissin Hə, nəticəsində heyvani baş verib. Ümumiyyətlə, bax bizdə atalar çox vaxt analar, məsələn, qızının həqiqi bu insanı sevirsən sevgisinə baxmırlar. Hələ də bizdə o adət, ənənə də var ki, böyüklər yəni necə deyim, yönləndirir və qarşı tərəf ailənin də yüksək səviyyədə olan imkanlarına görə bu qızını o ailəyə ərə verir və qıza da deyir ki, get birazdan sevəcəksən, get yaxşı imkan pulu paranı görəndən sonra hər şey əla olacaq. Qız gedir, düzdür, yaxşı yaşayır maddi cəhətdən, amma sevgi olaraq Mənəvi cəhətdən. onun gözü həmişə gəzir. Çünki öz sevgisində deyil bu insan. Bir müddətdən sonra da bu partlayış baş verir və Hövsələdiniz. Deyirlər ki, heç nədən Günahkar ailə kimdir? dağıldı, amma heç Günahkar nədən kimdir? olmur. Valideyn. Valideynlər sevərkən insan bir çox şeylərdən keçir. Sevərkən bir çox günahların üstündən keçirlər. Düzdür. Niyə övladımız başımıza oyunlar açır, hər şeydən keçir. Güzəştə Məsələn, gedirik. mənim maşallah Allah hamının balası sağlar, 3 övladım var. Allah saxlasın. İkisi o qədər mənə tabi, sözümə baxan, biri biraz çox ərköyündür, oğlum. Mənim evdə böyük qızım deyir ki, o nə eləyirsə sən elə keçirsən, o nə eləyir keçirsən. Məsələn, sevirik axı, sevgidən keçirik. Məsələn, mən onu istəməsəm, keçmərəm, deyərəm ki, elə bu hər dəfə məni incidir, yox. Uşaqlar da deyir ki, biz səni incitmirik, daha çox amma sən incidənə, sən hər şeyi onun üçün eləyirsən. Mən sizə bir söz Bu deyim. yenə sevgi Mən mütləqdir. eski məktəblərdə bununla bağlı təbliğat işləri aparılırmı? Şəxsən mən özüm dəfələrlə Sosial Xidmətlər Agentliyimin xəttinlə, bax indi 5-ci günü yenə də mən o tədbirdə dəvət ediblər məktəblərdə Nə gedib gözəl. təbliğat işlərindən. Yəni biz bununla təbliğat işlərindən məşğul oluruq, məişət zorakılığından bağlı, erkən nikahla bağlı. Mütəmadi olaraq onlar bizləri yönəldirlər, hansısa məktəbdə gedib bu işlərlə bağlı təbliğat tədbirləri görürük yəni. Məktəblərdə Bu dövlət proqramıdır. bəli, məktəblərdə müəllimlər də daha çox diqqətli olmalıdırlar. Yəni elə gəlim məktəbə, dərsimi deyim, uşaqlara dərsimi deyim, çıxım gedim yox. Onlar ikinci ana, ikinci atadırlar. Onlar da diqqət götürür. Bəzən olur ki, uşaq evdə yaşadıklarını Müəllimlə nə olur olsun o hardasa üzə vurur və ümid yeri axtarır ki, qoy biri məndən soruşsun ki, sənə nə olub? Bax, onda onun ürəyi açılır, düzdürmü? Onun ürəyi açılır və söyləyir ki, məni məcbur eləyirlər, mən ailə qurum, məni qoymurlar, təhsil alım. Olub ki, misal üçün deyirlər ki, 8-ci sinifə qədər oxudu, bəsdir. Daha getməsin məktəbə. Məktəbə getməsin, otursun. Bəxtəçilər ərə gedər. Niyə otursun? Getsin, oxusun. Bəlkə o gələcəkdə tanınmış bir sənət sahibi olacaq. Elə onun elə adı sanı sizə nə qədər kömək olar. İnanırsınız. Yəni niyə onun qarşısını alırsınız? Olmamalıdır. Günay xanım, üzr istəyirəm. Yəqin ki, yəni bir müəllim olaraq sizə müraciət edirəm də. Yəqin ki, elə qızlar olub ki, bilmirəm, bəlkə olmayıb. Olub. Gönül xanım keçən dəfə də verilişdə dedi, mən ibtidai sinif müəllimiyəm, mənim öz sinifimin şagirdi mənə yaxınlaşıb onu demək, çünki körpədirlər, amma mənim yəni uşaqlara qarşı diqqətimi, uşaqlara qarşı sevgimi görən o böyük sinif uşaqlarından mən 4-5 il bundan qabaq bir qız idi, yaxınlaşdı, 9-cu sinifdə oxuyur. Deyir, müəllimə, mən sizə o qədər çox istəyirəm ki, mən amma gələn ildə məktəbə gəlməyəcəm. Niyə qızım? Məni nişanlayacaqlar, məni gəlin köçürdülər, amma mən oxumaq istəyirdim, mən sizin kimi müəllimə olmaq istəyirdim. Mən onun valideynlərlə danışıb o qızın oxumağına yardımcı olmuşam. Yəni necə yardımcı? Özü oxudu valideyni. Yəni o valideynin beynini dəyişməyə nail olmuşam. Çox gözəl. Yəni bununla da fəxr edirəm ki, bir insanın da olsa canını qurtarmışam. Bəli, Günay xanım, Günay xanım, bir dəqiqə, Günay xanım, vəkil olaraq istəyirəm o bəzi məqamlara toxunaq. Məsəl üçün, valideyn məcbur edirsə, qız ərə getsin, ya ata, ya ana. Onu belə deyək ki, inzibati bir cəza gözləyir, cərimə mi gözləyir və yaxud oğlan tərəf və yaxud o kişi tərəf. Elə o cəzalar 16 yaşında qızı verirlər, 30 yaşında bir
kişiyə. Bilirsiniz Puluna necə görə. Könül xanım, ilkin olaraq burada verilmə təməli ondan irəli gəlir ki, mən belə başa düşürəm ki, hamı düşünür ki, bunu erkən yaşa verəcəm, yaxşı həyat tərzində yaşatıracam. Xeyr. Amma daha düşünülmür ki, güyəm ki, təhsil almağı çətin görürlər və yaxud da ki, ağır görürlər, bunun sonra necə olacaqdır. Bunları düşünürlər ki, yox, bu asan həyata getsin, asan həyata doğru aparırlar ki, ailə qursa bütün bunun işte həyatı yaxşı olacaq. Valideyn sanki öz üzərindən Bəli, yükü atır. Yükü atır və o biri tərəfə. Uşaqlarına da elə aşılayırlar ki, qızlarına ki, sən gələcək sənin üçün rahat olacaq, asan olacaqdır da. Yəni ki, öz həyatın olacaqdır, yaşayacaqsan belə. Amma qeyd etmək istəyirəm ki, o qədər fəsadlar çıxır. Siz dediyiniz kimi, Könül xanım, o qədər fəsadlar çıxır ki, təzədən artıq o sonradan olan peşmançılığı da düzəltmək olmur. Və rayondan gələn xanımların çoxu ailə qurur Bakıda. Mən sizə əminliklə deyə bilərəm ki, nə qədərinə rast gəlmişəm ki, onlar təzədən atalar evlərinə də qayıtmırlar. Həyatları burada, məsələn, ailələri dağılırlar. Elə burada artıq nəyə görə belə həyat tərzindən belə sərbəstliklər yaranırlar? Oralar təzədən ailə, ata evlatlarının, atalarının olan yerlərə qayıtmırlar, rayonlara qayıtmırlar. Şəhərdə yaşamağa çalışmaq istəyirlər. Şəhərdə işləməyə çalışırlar, düşünürlər ki, şəhərdə hər şey rahatdır, asandır, belə. Yenə də həyatlarını puç eləyirlər. Elə olur ki, necə bizim burada bir gələn iştirakçısı var idi. Dəfələrlə ailə qurur, uşaq sayı artır və çətinliklər necə də arta-arta gedir. Niyə? Çünki düşünürlər ki, ailə qurdu, problemləri hasanlanacaq, daha da bu deyirlər bataqlığa düşmək. O həyata gəlib çıxılır və ilkin olaraq burada bildirirəm ki, hər bir şey hasanlıqla olmur. Və o asanlıqdan yolu ilə də evlatlarınızı, siz öz yükünüzdən İradə xanım bildirdiyi kimi azad olub, evlatlarınızı düşünürsünüz ki, hasanda həyat verəcəksiniz. Valla o qədər çətin fəsadlar və evlatların üçün o qədər çətin həyatlar olur ki, o bildiyiniz hasand qismətlər var, deyirsiniz ki, ailə quracaq. Zaten o qismət dediyiniz kimi ağıllı, tərbiyəli olan bir xanıma həmişə var. Ayaq üstə durmağı bacaran xanım üçün, valla yenə deyirəm, özünü dərk edən xanım üçün, ayaqsa durmağı bacaran və müəyyən bir özü sözünü deyən xanım üçün valla o düşünməyin ki, nə yaş keçir, nə falan. Ağıllı qızın seçimi də ağıllı olur. Bəli, yaş təddidə düşmək lazımdır. Tək buradan vurğulamaq lazımdır ki, tək bu qızlara aid deyil, erkən nikah. Valideynlər də məsuliyyət daşıyır. Oğlanlara da Bəli. 26 yaşından ümumiyyətlə tez uşağı oğlanı da evləndirmək yaxşı bir şey deyil. 25 yaşı, 26 yaşından yuxarı plus buna Düzdür, qanun 18 yaşına icazə verir, düzdürmü? Bəli, 18-də amma bir indi öz müsəsaldır. gəlin açıq danışaq. 18 yaşında oğlanı Nə ailə evləndirsək, o Nə məsuliyyət verir, nə hansı qazana məsuliyyət biləcək? verir? Gəncliyin ən Qazana gözəl biləcək. dövründə Yaşamır. yandırırsan. Saxlaya biləcək, Bəli, ailəni deyil necə saxlaya biləcək? İlk Sabah öncəlikli bilirsiniz vəziyyət necədir? Bax, budur. 18 yaşında deyil, lap deyil 20 yaşında oğlandır, evlənir. Hələ bunun axlı formalaşmıyor baxı tam. Yanında öz aldığı xanımla bir yerə gedir. Bu oğlanın gözü qalıb başqa qızlarda. Buradan da bir ailədə başlayıb belə necə deyim, söhbət düşməyə. Qız deyir ki, sən mənim yanımda kiməsə bax. Bunu başa salmaq olmur ki, ay bala, bu hələ uşaqdır. Bəs sizi vaxtından qabaq evləndiriblər. Bu oğlan elə bilmir ailə nədir. Ailənin yanında gedə-gedə başqa qadına baxmaq olmaz. Yaxşı qızdır, görür, oğlan indi siz cinayət, yəni ki, cəzalar məsələsinə gəldiniz, onu da vurğulayım ki, tutaq ki, oğlandır, yaş həddi deyirsə, müəyyən bir yaşa çəkir və ailə qurmaq istəyir. Müəyyən bir qızı, məsələn, tutaq ki, az yaşda olduğunu bilmədən də qızla tutaq, yəni indi əvvəl qaçırma deyildi, indi adam oğlu kimi gedir o cinayət məcəlləsində 144-cü maddədə kimi azadlıqla məhdudlaşdırılır və yəni onlar hamısı bilin burada, ya deyilir, müəyyən bir-birini istəyib, qoşulub, qaçıb, o qədər məsələlər olur ki, bilin ki, bunlar hamısı cinayətdir və azadlıqdan məhrum etmə cəzasına kimi həddi var. Həqiqətən 149-cu maddə, zorlama maddəsindən, digər seksual xarakterli maddələrdən tutulmuş. Yəni bu hərəkətlərin hamısı cinayət məcəlləsində o qədər azadlıqdan məhrum etmək kimi cəzası var. Və buna təhrik edən, buna şərait yaradanlar belə, istər valideynlər olsun, istər başqaları, onlara belə məsuliyyət daşıyırlar. Yəni açıq aydın buradan yəni həyata Bilirsiniz necə, bizim çox gözəl bildirdik. Həyata baxışını açmaq lazımdır. Yaşamağı, həyatı imkan verin, onlar da həyatda Həyatdan zövq yaşamaq alsınlar. bacarsınlar. İnsan bir dəfə həyata gəlir, bir dəfə gənci olur, bir dəfə gənclik uşaqlıq olur, bir yaşasınlar. dəfə gənclik olur, bir dəfə orta yaş və bir dəfə qocalıq olur. Mənim O da oğlumun qismət 19 olanda. yaşı var, 19 yaşı. İnanız ki var, desə ki, bu gecə özümü öldürürəm, mən evləndirmərəm. Çünki mən bilirəm ki, mənim övladım bilmir ailə nədir, arvad saxlamaq nədir, gələcəkdə övlad olacaq, övlad saxlamaq. Mən niyə boynuma yük götürməliyəm ki? Mənim övladım haçan
tam formalaşar və mən bilərəm ki, artıq bu Özünü uşaq sübut bilir, eləyəcək. Ailə saxlaya özünü bilir. sübut Bəli, eləyəcək. uşağın Öz yoldaşını başqa təhlükədən qorumağını bilən vaxt Bəli. mən övladımı evləndirirəm. Və özlərinin belə həyatlarına oğlanlar deyilir, mən kişiyəm müəyyən bir yaşda, amma onun məsuliyyəti o kişinin məsuliyyəti deyirsiniz. Onu sahiblənmək məsuliyyəti, ailəyə sahib çıxmaq məsuliyyəti və hər hansı bunları da hər hansı az yaşlı xanıma və yaxud da ki, yəni siz kənardan hər bir şey asan görünməsin. Dərinliyinə gedəndə o qədər öz həyatlarınızı da puç eləyə bilərsiniz. Bizim kişilər tərəfindən olan şəxslərə deyirəm və əks cins olan xanımlara, qızlara və valideynlərə deyirəm. Evladlarınızın həmçinin öz həyatlarınızı da puç eləyə bilərsiniz. Günay xanım, bir sual verim. Biz erkən nikahdan danışırıq, bax söyləyirik, bəzi ailələr var ki, elə bir ki, qız yükü, duz yükü, nə bilim, ağır yükü, nə bilim, çiyinlərim dağıldı, 50 dənə söz demək olar. Qızı yük bilən valideynlər, əgər öz qızını, belə deyək ki, indi düzdür, icazə verilmir, amma yenə də belə hallar olarsa, öz qızını başqa bir ailəyə görür ki, imkanlı bir ailədir, bunun evi var, maşını var, işi var, mən kasıb adamam, qoy elə verim qızı getsin, sonra nigaha girərlər, yəni qeyri-rəsmi nigahda yaşayırlar, bir müddət sonra iştirakçı gedir, əgər orada hər hansı hallar baş verərsə. Orada o dövr, qız müəyyən yaşa çatınca artıq illər keçir və uşaq da olur, uşaq da sənədsiz olur. Bu barədə də danışın və bir məsələ də var. Əgər o imkanlıdırsa, mən qızımı ona ərə verirəmsə, pula görə də, bu insan alveri sayılır, yoxsa yox? Bilirsiniz necə, Könül xanım, burada artıq biz başdan mövzunda çox gözəl başlanıldı ki, verdikləri qızların da o tərbiyədə elə olur ki, onlar da ailə qurmağa can atırlar, meyilli olurlar, ailə meyilli, o imkanlı həyat deyirsiniz ha və geyim, gecin, ailələr onu elə hamısına aid etməyək. Bəli, vurğalanan ailələr, məsələn, o deyirsiniz, gedir ailə qurur, dünyaya gətirir evladları və yaxud da bir neçə ildən də sonra ailə qururlar, artıq müəyyən vaxtdan sonra ailələr də görür ki, bunlar formalaşır, ailə olur, ta ki, lap nişanlı, siz dediyiniz kimi nişanlı olur və yaxud da ki, gizlincə verib də ailə yaşayır və bu gizlin qalır, heç bir yerdə də rəsmiləşdirmirlərsə də, müəyyən illərdən sonra evlad olursa, belə olursa da, artıq bu ailən, yəni, evlad da əgər 18 yaşından yuxarı dünyaya gəlirsə də, artıq biz necə, bu formalaşıb, bu əgər gizli qalıbsa da, öz aralarında olubsa da, yaşayırlarsa, bu artıq bir ailə kimi formalaşıbdır. Yox, burada əgər oğlan aparırsa da və yaxud da ki, ailə verirsə də, bu qızın başına nə gəlirsə də, az yaşlı olduğuna görə, məsələn, hər hansı bir fəsadlar gəlirsə də, cinayət hadisəsi törənirsə də, qıza qarşı cinayət hadisəsi törənirsə də, gedir, verir oğlanı, oğlan buna hər hansı bir, deyim ki, tutaq ki, işgəncə verir, tutaq ki, döyür və yaxud da ki, hər hansı bir xəsarətlər yetirirsə də, ər-arvad olsalar da, elə vaxt ki, ər-arvad arasında da zorakılıq olur. Bəli, xəsarətlər yetirir, bıçaq yarası xəsarətləri yetirir. Bəli, o artıq onda ağır maddələrlə, dediyim kimi, bütün nəzərinizə alın ki, cinayət məsələsində azadlıqdan məhrum etməyə kimi, maddələrə kimi gedir Könül xanım. İstər oğlan tərəf, istər də bunlara təhrik edən iştirakçılar. İndi reklamların vaxtıdır. Bugünə olan son reklam çarxımızı təqdim edirik, hörmətli televiziya tamaşaçıları. Bugün biz erkən nigahdan danışırıq. Çox təəssüflər olsun ki, ölkəmizdə hələ də erkən nigaha tərəf gedənlər var. Amma icazə yoxdur. Reklam var. Biz efirdəyik, hörmətli ekspertlər. Hər birinizə təşəkkür edirəm ki, bugün bizimlə birgə oldunuz, amma biz bu mövzuya qayıdacağıq. Çünki elə bir mövzudur ki, bir proqramda bu barədə danışmaqla bitmir. Yəni, ola bilər kimsə bizim bugünkü efirimizi izləməsin. Yəni, biz bu mövzuya qayıtmağımızın səbəbi və inşallah gələcəkdə də qayıdacağımızın səbəbi ondan ibarətdir ki, televiziya tamaşaçılarını, bizi izləyənləri məlumatlandıraq. Qanun nə deyir? Niyə olmaz? Niyə deyirsən ki, məndə heç nə yoxdur, anam, atam, əmi oğlu, əmi qızıdır, heç nə olmayıb, biz dünyaya gəlmişik, hər şey qaydasındadır. Bax, bəzi suallar var ki, onlar siz o sualları özünüzə verirsiniz və deyirsiniz, hər şey qaydasındadır. Xeyr, heç nə qaydasında deyil. Əgər
sizin ananız, atanız, əmioğlu, əmi qızıdır, xalaoğlu, xala qızıdırsa və siz 2 uşaq, 3 uşaq, 5 uşaq doğulmusunuz, normalsınızsa, bu o demək deyil ki, sizdən dünyaya gələn uşaqlar da sağlam olacaq. Xeyr, 7 nəsil deyilir. 7 nəsil və inanın ki, o genetik xəstəliklər o nəsillərdə üzə çıxacaq. Bunu alimlər deyir. Mən alim deyiləm. Elə burada əyləşənlər də alim deyir. Bunu alimlər, düşünən beyinlər deyir ki, olmaz. Nə isə bilirlər ki, deyirlər. Dövlətimiz gələcəyimizi düşünür, deyir. Genifondumuzu qorumaq üçün, deyir. Və bütün görülən işlər məhz gələcəyimizə bağlanır. Gəlin, sağlam nəsil yetişdirək, gəlin, sağlam düşüncəli olaq, gəlin, dünyaya sağlam baxışlarla baxaq. Biz bugünlə yaşayırıqsa, sabahımızı da düşünməliyik. Uşaqlarımıza təhsil verək, peşə verək, onların işıqlı gələcəyi üçün bir valideyn olaraq üzərimizə düşən öhdəliyi yerinə yetirək. Bir dəfə doğuluruq, bir dəfə uşaq oluruq, bir dəfə də gənc oluruq. Qismət olanda yaşlılıq da bizə nəsib olur. Amma gəlin, o etaplara hörmətlə yanaşaq və o illəri yaşayaq, uşaqlığımızı yaşayaq, məktəbli dövrümüzü yaşayaq, gəncliyimizi yaşayaq və həyatın bizə bəxş elədiyi, Allahın bizə bəxş elədiyi o gözəl ömrü, pay ömrü gözəl yaşayaq. Hər birinizə təşəkkür edirəm. Diqqətinizə görə minnətdarım. Sağ olun.